3 yaşlı qızım Diana üçün Halloween günü otağını bəzədim və hazırlıq anını sizinlə bölüşmək istəyirəm. Amma qorxmayın, sonda otaq çox şirin alınmışdı. Əvvəlcə qorxulu fiqurlar düzəldirəm. Arada minnoş ruhlarla rəqs edirik. Bu qorxulu, amma şirin ruhlar, kiçik balqabaqlar hamısı Diana'nın gülümsəməsi üçündür. Fiqurları hazırlayarkən istifadə etdiklərimin çoxusu öz uşaqlığımdan qalıb desəm gülməzsiz ki, gələn 30 yaşım olacaq bu arada. Həmişə nələrsə düzəltməyə həvəsim olub deyə saxlayıram və lazım olur da. İndi də elə qızımla oynayırıq, bərabər videolarımız da olacaq, minnoş əl işlərimiz. Arada parmağımı da kəsdim. Amma qorxmayın, mən yaxşıyam. Sadəcə biraz təbii şəkildə Halloween effekti qatılmış oldu. Pozitiv tərəfindən baxsaq məsələyə. Burada da ürək kəsənin daha nazik kağızlı işə yaradığını göstərməyə çalışıram. Daha sonra payızın ruhunu da evə gətirmək istədim. Diana ilə bərabər yarpaqlar yıldıq, bir-bir seçdik. Sonra onları lüstrə astım. Sanki otaqda payız rəqsi başlayırdı. Hər detalda biraz məhəbbət, biraz oyun var. Çünki uşaqlıqda xatirələr belə yaranır. Biraz rəng, biraz yaradıcılıq, biraz da mənim kimi dəli bir ana enerjisi. Və budur, otaq hazırdır. Bayramda indi yalnız Diana qalır. Və onun o böyük, təəccüblü baxışları ən gözəl hiss elə o an olur. Uşağın wow deməsi və bütün yorğunluq unudulur. Siz də evdə biraz sehr yaradın. Çünki bəzən xoşbəxtlik sadəcə bir balqabağın içində gizlənir. Toplara baxın. Baxın qorxuya. Gördüm. Ama onu şarı kəsəcək bir yana mənə verəcək. Partlamasın bu.